Salam əziz şagirdlər. Bu videoda trigonometriyanın əsas başlanğıc olaraq sinus x haqqında danışacağım. Yəni sinus və kosinus x demək olar ki, eyni formada funksiyalardır. Sadəcə burada məsələ nədir? Qrafiklərdə fərqlilik yaradır. Ona görə qrafiklərə asılı olaraq artma, azalma, qiymətlər çoxlu təyin olması demək olar ki, eyni bir şeydir. İndi sinus x haqqında danışaq. Növbəti videoda da çalışacağım kosinus x haqqında danışacağım. Sinus x haqqında başlanğıc olaraq biz funksiyanın qrafikini çəkməliyik. Funksiyanın qrafikini çəkəndə artıq sən sinus x-in demək olar ki, hər bir məlumatın göz qabağında olub və görə bilirsən. Video uzun ola bilər, amma uzun olmandan asılı olmayaraq videoya baxmaq sizin üçün önəmli xırdalıqlara, detallara kimi deyəcəm indi. Baxaq sinus x-in qrafikinə çəkməyə çalışaq. Birinci növbədə deməli, həmişəki kimi y və x-i koordinat şəbəkəsinə qeyd eləyək. Sinus x-in deməli qrafik üzərində pi böl 2 pi 3 pi böl 2 və 2 pi. Geriyə doğru geçsək, mənfi pi böl 2, mənfi pi, mənfi 3 pi böl 2 və mənfi 2 pi. Sinus x funksiyasının, yəni y oxu üzərində bilirik ki, sinus x funksiyasının belə deyək ki, qiymətlər çoxluğu, yəni y-i mənfi 1 parçasındadır. Yəni kosinus x üçün də belə dx-i, yəni təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Biz bunları da qeyd eləyək. Yəni mənfi 1 və mənfi 1-i burada qeyd elədik. İndi sinus x qrafik olaraq sıfırdan başlayır. Bu formada pi böl 2'ye gedir. Qrafiki ayrı-ayrı hissəsini çəkəcəm ki, sonra bizə silmək lazım olacaq bəzi məlumatlar görmək üçün. Pi böl 2'ye düşür bu formada. Yəni eğri çəkməyək bunu bu formada. Sonra 3 pi böl 2'də mənfi 1 alır və 2 pi də yenə 0. Sonra qrafikin sol tərəfini çəksək, mənfi pi böl 2'də mənfi 1 alır, pi də 0 alır. 3 pi böl 2 bura gəlsə bu formada, buradan da bu formada. Qrafik təxminən bu formada olan bir qrafikdir, belə deyək. Və qrafikdən artıq aydın olur ki, sinus 1'i aldı, pi böl 2'də 1 alır. Sonra 3 pi böl 2'də mənfi 1 alır. Yəni qrafikin koordinatlarına baxsaq, pi böl 2'də 1 aldı. 3 pi böl 2'də mənfi 1 aldı. Sonra mənfi pi böl 2'də mənfi 1 aldı. Mənfi 3 pi böl 2'də 1 aldı yenə də. Artıq qiymətlər çoxluğu məlumdur. Mənfi 1 və təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq nə deməkdir? Yəni sinus x funksiyasına bax, sinus x-a. Burada x-in yerinə, yəni mən bunu sonsuzluğa kimi belə çəkə-çəkə getmək olar periodunu artıraraq, amma bizə ehtiyac olan isə mənfi 2 pi parçası bəs eləyir. Məsələn, sinus x-in yerinə sən istədiyin hər bir dərəcəni qoya bilərsən. Pi də qoya bilərsən, 2 pi də qoya bilərsən, 4 pi də qoya bilərsən, fərq eləmir. Ona görə təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Qiymətlər çoxluğu mənfi 1 parçası olur. İndi nə araşdıraq burada? Sinus x üçün təyin oblastı qiymətlər çoxluğuna baxdıq. Qiymətlər çoxluğuna aid olan bir neçə misala nəzər yetirək. Məsələn, tutalım ki, sinus x-in qiymətlər çoxluğunu tapdısə, biz y. Burada sinus x-i mənfi 1 olduğunu bilirik. Yəni qiymətlər çoxluğu mənfi 1'dir.
Bəs müəllim sinus hərdən bizə 2x da verir. Onda necə olacaq? Sinus 2x da olsa, burada 2x da olsa, sinus 100x da olsa, qiymətlər çoxluğu üçün heç bir fərq olmur. Niyə olmur? Məsələn, sinus belə deyək ki, biri harda alır? Pi böl 2-də. Yəni x-in yerinə sən pi böl 2 yazırsan. Bəs sinus 2x yazanda biri harda alır? Onda sən x-in yerinə pi böl 4 yazdısan. Bax, burada x-in yerinə pi böl 4 yazdısan. Pi böl 4 yazanda da yenə pi böl 2'ye gəlir, yenə 1 olur. Sadəcə orada aldığı bucaq dəyişir, yəni arqument dəyişir. Qiymətlər çoxluğu üçün heç bir fərqi olmur. Yəni belə çıxır ki, sinus x da olsa, sinus 2x da olsa, sinus 100x da olsa, yenə qiymətlər çoxluğu -1, 1 olur. Bəs tutalım ki, misalı belə versə bizə, sinus x üstə gəlsin 3. Onda nə dəyişəcək? Onda sinus x-in yerinə -1, 1 qoyacaqsan. Üstünə 3 gəlirsən. -1-in üstə 3 gələndə nə eləyir? 2. 1-in üstə 3 gələndə 4. Qiymətlər çoxluğu olur 2, 4. Aydın oldu fikrim yəqin ki. Sonra təyin oblastı yenə dedik. Təyin oblastı mənfi sonsuz, müsbət sonsuz. Yəni tutalım ki, sənə sinus məsələn x üstə gəlsin 3-ün təyin oblastını soruşur. Yəni, sinus x üstə gəl 3-ün təyin oblastı yenə mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni təyin oblastı üçün heç nə dəyişmir. Qiymətlər çoxluğu. Məsələn, sinus x üstə gəl 6 versə, artıq biz yenə də burada və yaxud çıx 6 verib. Tutalım ki, çıx 6-ya baxaq. Sinus x-in yenə -1, 1 qoyursan, -1-dən 6 çıxanda olur -7. 1-dən 6 çıxanda -5 olur, -7, -5. Ara sıra deyəndə demək olar ki, çox vaxtı bizim rastımıza gəlir misallarda. Belə bir tutalım ki, misal yazıram. Sinus məsələn kvadrat x funksiyasının qiymətlər çoxluğu nədir? Və yaxud da ki, modulda sinus x funksiyasının qiymətlər çoxluğu nədir? Sinus kvadrat x və sinus modulda x olanda artıq qiymətlər çoxluğu fərq verir. Niyə? O fərq nədir? Bax, sinus kvadrat x dediyimiz bir şey olanda, məsələn, tutalım ki, məsələn, x kubu yazmışam. X kubu yazmışamsa, x-in yerinə, məsələn, müsbət qoysam, tutalım ki, 2 qoysam, x-in yerinə 2 yazsam, x kubu olur 8. X-in yerinə -2 yazsam, x olur -8. Düzdürmü? X kubu olur -8. Deməli, tək dərəcə olanda, müsbət qoyanda mənfi olur, müsbət olur, mənfi qoyanda mənfi olur. Tək üçün fərq eləyir. Amma tutalım ki, x-da, x-in yerinə müsbət qoyanda ifadə müsbət olacaq, mənfi qoyanda mənfi olacaq. Amma sinus kvadrat x, yəni x kvadrat olanda, burada artıq 2 də qoysan 4 eləyir, -2 də qoysan 4 eləyir. Hə, bax, eyni şərt sinus üçün də aid. Sinusa da aid. Yəni sinus kvadrat x olanda artıq tutalım ki, y bərabərdir sinus kvadrat x və yaxud y bərabərdir modulda sinus x funksiyasına görə sən artıq sinusu mənfi qiymətlərini ala bilmirsən. Elə bir ki, fikirləşin ki, sinusun indi bax bu hissəsi, mənfi hissəsi itir. Bax, bu mənfi hissələr itir. Simmetrik olaraq qalxır yuxarı. Bu modulda da belədir, kvadratda da belədir. Bax, sinus simmetrik olaraq qalxdı yuxarıya. Düz qoşuluyaq biraz belə. Eyni zamanda burada da mənfi hissələr bax qalxdı yuxarıya. Belə deyək. Mənfi hissələr də yenə simmetrik olaraq neynir? Qalxır yuxarıya. Əvvəl məsələn bu hissə var idi. Bu hissə var idi, belə deyək. Bu hissəmiz var idi. İndi artıq kvadrat və modul olanda bu hissələr itir.
Bu hissələr itdiyi üçün sinusun qiymətlər çoxluğu, kosinus da belədir, qiymətlər çoxluğu cüt dərəcədən olanda qiymətlər çoxluğu 0-1 arasında dəyişir. 0-1 arasında. Müəllim, bir dənə şəkil üzərindən göstər. Bax, şəkil üzərindən göstərirəm. Tutalım ki, sinusun pi böl x-ində də, pi böl 4-ündə də və yaxud da bu dərəcəsində də bax, həmişə fikir ver. Babam məsələn burada həmişə 0-1 arasında və yaxud da mənfi arqument ver, fərq eləmir də. Yəni 0-1 arasında dəyişir. Orada artıq sən onun üçün əlavə mənfi aralığı axtarmırsan. Yəni sinus kvadrat x, sinus x. Ümumi olaraq qeyd kimi belə göstərmək olar ki, y bərabərdir. Y bərabərdir. Sinus x. Əgər sinus x üstünün dərəcəsi təkdirsə, yəni 2-nin üstə gəlsin 1 şəklindədirsə, təkdirsə 1, 3, 5 və s. təkdirsə, qiymətlər çoxluğu olur. Bax, dərəcə tək yazıram. Dərəcə tək. Qiymətlər çoxluğu olur bu formada. Mənfi 1, 1. Amma y bərabərdir sinus 2-in şəklində. Yəni dərəcə cüt. Dərəcə cütdürsə, qiymətlər çoxluğu olur 0, 1. Yəni dərəcə oldu, dərəcə cüt olanda qiymətlər çoxdur 0, 1. Bəs mənim təyin oblastına dəyişir nəsə? Xeyr, təyin oblastına yenə heç nə dəyişmir. Mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Deməli, bunu sıxlaşdıraq. Belə. Yazaq bura. Dursun burada. İndi buna ait misal yazaq. Tutalım ki, y bərabər sinus kvadrat x və yaxud y bərabər sinus x-in qiymətlər çoxluğu oldu 0,1. Məsələn, bizə misalı belə verib. Sinus kvadratı x üstə gəlsin 3. Bunun qiymətlər çoxluğunu tap. Sən bunun qiymətlər çoxluğunu tapmaq üçün yerinə ədəd qoyursan. Sinus kvadrat x-in yerinə qoyursan 0,1. Bayaqları mənfi 1, 1 qoymuşdu. Amma burada artıq 0, 1 qoymalısın. Üstə gəl 3. 0-ın üstünə 3 gələndə 3. 1-in üstünə 3 gələndə 4. Aydın oldu? Bəli. İndi misal bizə bu formada, yəni modul üçündə eyni bir şeydən modul üçünə dəyişən heç nə yoxdur. İndi bizə tutalım ki, bu formada bir misal versə və verir də. Y bərabərdir. Məsələn, sinus kvadrat x üstə gəlsin sinus x. Bu funksiyanın qiymətlər çoxluğunu tap deyir. Bax, bu funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün sən bunun adi kvadrat tənlikdə olduğu kimi qiymətlər çoxluğunu tapırsan. Amma yaxşı olar ki, bunu tam məsələn tutam ki, y bərabərdir ax üstə gəlsin b-nin kvadratı üstə gəl c şəklinə gətirəsən. Yəni bu daha məqsədə uyğundur. Bu şəkildə tam doğru tapacaqsınız bunu. İndi gəlin belə eləyək. Burada sinus kvadrat x üçün, sinus kvadrata, sinus x-a bir t deyək. Olsun funksiyamız belə. Y bərabər t kvadrat üstə gəlsin t. Bax, bu misalı yazmaq üçün y bərabərdir. T kvadrat üstə gəl t-yə mən bir dənə 4/1 əlavə eləyirəm. Niyə 4/1 əlavə eləyirəm? İndi görəcəksiniz. Üstə gəl 4/1. 4/1 əlavə eləmişəmsə bir dənə 4/1 çıxmalıyım. Düzdürmü? Bəli. İndi bax, bu ifadə bizə, yəni bu çətin versiyasıdır. Normal qaydada kvadrat birbaşa kvadrat tənliyə yığılanda rahat olur. T kvadrat üstə gəl t üstə gəlsin 4/1-ə. Bir dənə kvadrat tənlik kimi baxsan belə olur. T üstə gəlinsin 2/1-in kvadratı çıx 4/1. Açsan t üstə gəl 2/1-in kvadratını açsan t kvadrat üstə gəl t üstə gəl 4/1 olur. T'nin yerinə sinus x yazmışıqsa biz yazaq belə. Sinus x üstə gəlinsin 2/1-in kvadratı çıx 4/1. Sonra bərabərdir.
Bax, sinus x-i artıq sən bilirsən. Mənfi 1, 1-dir. Üstünə gəlirsən 2-də 1-i. Mənfi 1-in üstə 2-də 1 gələndə nə eləyir? 0,5. Mənfi 0,5. Düzdür? Yazıram belə. Deməli, mənfi 0,5. 1-in üstə 2-də 1 gələndə 1,5. 1,5-in kvadratı. Çıx 0,125. 4-də 1 0,125-dir. Əsas məsələ buradadır. Bax, demək olar ki, çox uzun sərf elədik. Hətta demək olar ki, neçə illərdir bundan məşğul olan, məsələn, müəllimlərdə bəs bu şeylərdə səhvə yol verirlər. Hər hansı mənfi ədəd aralığı, məsələn, mənfi 2 və 3-ü tutam ki, kvadrata yüksəldirsə, durur mənfi 2-nin kvadrata yüksəldir, yazır 4, 3-ü kvadrata yüksəldir, yazır 9. Bu səhvdir. Niyə səhvdir? Müsbət 3-ün doğrudur. Amma mənfi 2-3 aralığında unutduğun bir şey var, 0 var. Yəni, mənfi 2-3 aralığında bütün ədədləri kvadrata yüksəldəndə 0-dan böyük olur. Amma 0-da olduğu üçün, bax, bu aralığı kvadrata yüksəldəndə olur belə 0,9. Aydın oldu. 4,9 yox, 0,9 götürürsən. Çünki qalanlar hamısı onsuz da 0,9 aralığına düşən bir ədədlərdir. İndi buradadır. Burada da buna çox diqqət eləməlisən. Mənfi 0,5-in kvadratı, mənfi 0,5-in kvadratı deməli eləyir 0,125, amma 0-ın özü olduğu üçün 0,125 yox, elə 0-ın özünü götürürsən. 1,5-in kvadratı da 2,25 eləyir. Çıxılsın 0,25. 0-dan 0,25 çıxanda nə qalır? Mənfi 0,125. 2,125-dən 0,125 çıxanda 2. O quruydu. 2. Mənfi 0,125 2 aralığın bizə vermiş olur. Yəni, bizim cavabımız olur artıq burada. Mənfi 4-də 1 və 2 arası. Yəqin ki, aydın oldu. Sonra mənfi 4-də 1, 2 arasını görmüş olduq, yəni qiymətlər çoxluğu. İndi bir başqa bir misal nümunəsi göstərəcəm buna aid. Bu, yəni nisbətən çətin sual tipidir. Çünki orada 4-də 1-i görmək biraz çətindir və əlavə olaraq kvadrata yüksəldirik. Yəni mürəkkəb tipli sualdır. İndi bunu silək. Başqa bir misala baxaq burada. Bu suala baxaq. Deməli, yazaq sualı. 3 sinus kvadratı x çıx deməli 8 sinus x üstə gəlinsin 5 bərabərdir 0. Yazır tənliyini həll edin. Yəni bu tənliyi həll etmək demək olar ki, qiymətlər çoxluğundan bağlı bir sualdır. Normal vəziyyətdə. Yəni bu əslində qalsa tənliyə gedən bir sualdır. Burada da sinus x-a bir t desək, əslində bunun da qiymətlər çoxluğunu tapmaq olar. Bunun da qiymətlər çoxluğunu tapmaq olar. Amma burada tənliyi soruşduğu üçün 3t kvadrat çıx 8t. Sadəcə qiymətlər çoxluğuna bağlı bir sualdır. Ona görə bu sual verdim. 0. Diskriminantı çapsaq d bərabər deməli b kvadrat çıx 4ac çıx 4 kök 3 12 60 bərabərdir 4. Tənliyin kökləri t1 bərabər deməli b çıx 2 bölü 2 3 6 8-dən 2 çıxanda 4 6 deməli 6 bölü 6 1 t2 bərabərdir 10 bölü 6 bərabərdir 1 tam nə qədərsə. Düzdürmü? 1 tam nə qədərsə yazan kimi elə altda 4 yazaq. Bax, qiymətlərə bax. Tənliyin kökünü, yəni sinus x t-dən əvəzləmişik. Sinus x-i bir dənə 1 aldıq. Bir də sinus x-i bir dəfə də 1 tam 3-də 2 aldıq. İndi fikir versən, sinus x 1 tam 3-də 2 ola bilərmi? Ola bilməz. Biz axı bayaqdan deyirik, sinus x-in qiymətlər çoxluğu mənfi 1, 1 aralığıdır. Deməli, bax bu halda x-in elə bir
yəni arqumenti yoxdur da. Elə bir dərəcə yoxdur ki 1,2 olsun. Yəni sinus x bərabər 1,2-ni, yəni 1-dən böyük, -1-dən kiçik heç bir həlli yoxdur, boş çoxluq. Sinus x bərabərdir 1 tənliyin həll eləsək, tənliklər keçəndə onları öyrənmiş olacaq. Sinus x bərabərdir pi böl 2 üstə gəlsin 2 pi k olur. Niyə sinus x bərabərdir 1 pi böl 2 üstə gəl 2 pi k olur? İndi çevrə üzərində göstərəcəm. Çünki təkcə sinus x 1-i, bax bura baxsaq, bizim bayaqkisi bizim bir dəqiqə bunu silim. Biz təkcə 1-i məsələn qrafiki tamamlayayım. Yəni biz təkcə 1-i belə deyək ki, imeni pi böl 2-də almırıq axı. Biz həm pi böl 2-də 1 alırıq, həm də -3 pi böl 2-də alırıq. Eyni zamanda qalxsaq, məsələn, buradan belə yuxarı qalxsaq, təzədən burada da bir 1 almalıyıq. Düşüb təzədən qalxsaq yenə almalıyıq. Ona görə yəni təkcə imeni pi böl 2-də almırıq. Ona görə bizə nə lazımdır? Elə bil ki, bizə çevrəni, məsələn, çevrə üzərindən, burada çevrəni çəkib göstərirəm, fikir verin bura. Bax, tutam ki, bir dənə çevrəmizdir. Bax, bura pi böl 2-dir, düzdür? Sən burada bir dəfə 1-i alırsan. Təzədən üstünə 2 pi gəldisən, bir də 1 aldısan. Təzədən üstünə 2 pi gəldisən, bir də 1 aldısan. Yəni təkcə 1-i imeni pi böl 2-də almırsan. Ona görə periyod olaraq biz pi böl 2 üstə gəlsin 2 pi k yazmalıyıq. Yəni ki, fikrim aydın oldu. Tənliklər mövzusuna da toxunmuş olduq burada. İndi sinus x-in qiymətlər çoxluğu haqqında, müxtəlif qiymətlər çoxluğu haqqında danışdıq. İndi biz danışaq burada. Biz danışaq artma və azalma. Birinci rüblər haqqında məlumat verim. Deməli, rüblər haqqında məlumat versəm. Bax, çevrə çəkək, çevrə üzərindən göstərim. Bax, məsələn, bir dənə çevrə çəkək. Çevrə üzərindən daha rahat gördünüz bunu. Məsələn, bu bizim çevrəmiz. Düzdür? Bu bizim çevrəmiz. Sinus x dediyimiz nədir? Y koordinat və x. Bax, sinus x dediyimiz y olur. Buralar. -1 və burada -1. Bax, indi fikirləş. Rüblərə görə dəyişirsə və buradan mən bax, bu formada hərəkət eləyirəm. Düzdür? 1-ə doğru gedirəm, sonra aşağıya düşürəm, -1-ə doğru hərəkət edirəm. Bu formada dövr eləyirəm də, bu formada deyim sizə. İndi bax, fikir ver. İndi burada. Silək, buna heç ehtiyac yoxdur. İndi, bura birinci rübdür, bura ikinci rübdür, bura 3, bura isə 4. Düzdür? Bura pi böl 2'dir. Bura pi'dir. Bura 3 pi böl 2'dir. Bura isə 2 pi'dir. Və yaxud da 0,2 pi'dir. Yəni belə deyək. İndi bax, burada da baxsan, pi böl 2 aralığı birinci rübdür. Sinus birinci rübdə nə alır? Həmişə müsbət. Bax, qrafikə baxsaq, pi böl 2'də burada da, yəni bax, burada da harda qiymət versəm, sinusa məsələn, bax, bu aralıqda pi böl 2 aralığında harda qiymət versəm, həmişə sinus maksimum 1'ə kimi qalxacaq, həmişə müsbət olacaq. Düzdür? Həmişə müsbət. Yəni, birinci rübdə sinus müsbət. Sonra keçirəm ikinci rübə. İkinci rüb pi böl 2 ilə pi'nin aralığıdır. Daha pi böl 2 aralığı buradır. İndi buranı təmizləyim. Görəcəksiniz, bax. İkinci rübün aralığı baba bu hissədir. Pi böl 2 ilə pi'nin arası bu hissə. Bu hissədə də sinusa mən hansı bucağı versəm,
nə olur? Həmişə müsbət olur. Hansı bucağı versəm, həmişə müsbət olur. Yəni ikinci rübdə də yenə sinus müsbət. İndi gəldik dördüncü rübə. Bax bu aralıqda çeviri üzərindən gedirəm lap. Bu aralığa bax dördüncü rübdə. Burada x-ə nə versəm, y həmişə nə olur? Mənfi. Y-in mənfisi də axı üçüncü rüb. Üçüncü rübdə sinus olur. Sinus olur deməli. Mənfi. Üçüncü rübdə mənfi. Dördüncü rüb üçün baxsam, yenə də bax, məsələn, x-ə hansı qiyməti versəm, y nə olur? Mənfi. Dördüncü rübdə də sinus mənfi. Yəni sinus x funksiyası birinci rübdə müsbət, ikinci rübdə müsbət, üçdə mənfi, dörddə mənfi. Aydın oldu yəni sinus x-i. Artma, azalma aralığına da danışaq. Video çox uzun-uzadı olmasın. Sinus x haqqında tam danışmaq olar. Burada video uzun olanda da sıxılırsınız, artıq videoya baxmırsınız, amma videoya baxmaq lazımdır. İndi sinus x haqqında artma, azalmasına baxaq. Bax, fikir versək bura. Fikir versək. Burada deməli, məsələn, birinci rübə baxsaq, birinci rübdə sinus sıfırdan 1-ə doğru qalxıram. 1-ə doğru qalxıram. Sıfırdan və 1-ə doğru qalxıram. Qalxıramsa nə edirəm? Artır. Düzdür? Yəni birinci rübdə artır. Bax burada da fikir versək, qrafik üzərindən daha yaxşıdır. Burada çeviri üzərindən onu tam aydın görə bilmirsiniz. Bax, sinusa fikir verin. Bura birinci rüb idi. Bax bu aralıq birinci rüb idi. Bu aralıq ikinci rübdür. Həmin bax bu hissə üçüncü rübdür. Bu hissə dördüncü rüb. 3 pi bölü 2, 2 pi. Bax bura baxın, 3 pi bölü 2, 2 pi dördüncü rübün aralığıdır. İndi burada birinci rübə fikir versəm, buranı bir dənə təmizləyək. Buranı kimi gedir. Bax, birinci rübə baxsam, sinusa bu istiqamətdə və bu istiqamətdə artır. Düzdür? Artır da, çünki birinci rübün istənilən bucağında y neyinir? Çoxalır. Düzdür? 1-ə kimi, maksimum 1-ə kimi gedirəm. Birinci rübdə artan. Yəni sinus birinci rübdə yazıram. Artan. İndi gəlirəm ikinci rübə. Yenə buranı təmizləyək. Qarışmasın. İndi gəlirəm ikinci rübə. Bax, ikinci rübə baxsam, artıq birdən aşağıya gedirəm. Piyə kimi doğru gedirəm. Hara gedirəm? Piyə. Birdən elə bir ki, aşağıya sıfıra gedirəm. Bura sıfır daxı. Y-in sıfırıdır bura. Düzdür. İkisində Y-in də sıfırıdır. Aşağıya düşürəm. Azalıram. Get-gedə azalır. Düzdür. Birdən aşağıya sıfıra düşür. Deməli, ikinci rübdə azalan. Azalan. İndi üçüncü rübə baxsam. Üçüncü rübə. Üçüncü rübə baxsam, bax sıfırdan. Bunu biraz belə çəkək. Bax, sıfırdan yenə də mənfi 1-ə doğru gedirəm. Sıfırdan mənfi 1-ə doğru gedirəm. Sıfırdan mənfi 1-ə doğru getmək, məsələn, ədəd oxunda baxsan, tutam ki, bura sıfırdır, bura məsələn mənfi 1-dir. Sıfırdan mənfi 1-ə doğru gedirəmsə azalır da, ədədlər azalır axı get-gedə. Yəni, üçüncü rübdə də azalır. Sinus azalır. Üçüncü rübdə də azalan. Dördüncü rübə baxsam, bu dəfə mənfi 1-dən başqarı qalxıram hara? Mənfi 1-dən qalxıram sıfıra. Bir şey tutalım ki, mənfi 1-dən bu yönə sağa doğru hərəkət edirsə, ədədlər məsələn mənfi 0.8, 0.7, 0.6 get-gedə neyinir? Artır da, düzdürmü? Müsbətə doğru gedir axı. Sıfıra doğru gedir deyə olur artan. Yəni sinus x funksiyası birinci rübdə oldu.
artan, 2-də oldu azalan, 3-də oldu azalan, 4-də oldu artan. Yəni durub bunu əzbərləməyə ehtiyac yoxdur. Siz əzbərləməkdən o yadda qalan bir şeydir. Yəni siz əzbərləməkdən yadda qala bilərik, amma onu hər hansı bir tətbiqə gələndə artıq onu tətbiq edə bilməyəcəksiniz. Yəni həqiqətən sizin yadınızdan çıxan orada bir hissələr olacaq. Ona görə konkret olaraq qrafiki çəkin, qrafik üzərindən işləyin. Ən rahat olan iş budur. İndi bunu da bu qrafiki təmizləyib, qrafiki keçirirəm o tərəfə, digər səhifəyə və o digər səhifədə artıq başqa bir şeylərdən danışacağım orada. Perioddan danışacağım. Yəni qrafiki təmizləyək. Qrafik nə qədər təmiz olsa biz rahat işləyə biləcəyik orada. Belə. İndi qrafiki keçirirəm o tərəfə. İnşallah ki tam keçirə bilərik. Bir də çəkib vaxt itirməyək ona. Belə. İndi qrafiki bu səhifəyə keçirəcəm. İndi period haqqında danışacağım. Period haqqında. Period nədir? Bax, period, yəni fizika oxuyanlar tam aydın şəkildə bilər ki, period hər hansı bir şeyin bir dövrüdür. Məsələn, tutam ki, çevrəyə baxsaq, sən buradan başlayırsan, tam bir period hərəkət eləyirsən. Yəni, A nöqtəsindən başlayırsan, təzədən A nöqtəsinə gəlirsənsə, bir period eləmiş olursan. Yəni, period o deməkdir. İndi, bu sinusun qrafikində də bu formadadır. Da, məsələn, bax, hər hansı nöqtədən tutalım ki, buradan başlamışam, sıfırdan başlamışam, təzədən sıfıra getməyim üçün, bax, qalxıram yuxarı, düşürəm aşağı, düzdür, təzədən qalxıram, təzədən düşürəm. Artıq 2pi hərəkət elədim də, yəni, deyə bilərsən ki, mənim, axı, pidə təzədən sıfır oldu, o, yarım period da artıq, tam period eləmədim axı, yarım period elədim, tam perioddan söhbət gedir. Məsələn, çevrə üzərində tam perioddan söhbət gedir. Tutalım ki, məsələn, çevrəyə baxsaq, A nöqtəsindən başlamışam, mən buradan təzədən A nöqtəsinə gəlmək üçün tam period 360 dərəcə gəlməliyim, düzdür? Burada da elə tam period 360 dərəcə. Yəni, period, bax, tutalım ki, bu indi rənglədiyim hissəyə baxın, məsələn, A nöqtəsindən. Bu A nöqtəsindən yenə gəlsəm B nöqtəsinə, yenə bax, birdən gələrəm, birə uyğun daxı bura. Birdən gələrəm, 2pi hərəkət eləyirəm. Bax, məsələn, pi böl 2-dən, yəni düz xətt üzərində tapsam, üstünə 3pi böl 2-ni gəlsəm, 3pi böl 2, bu 3pi böl 2-dən söhbət getmir. Çıx 3pi böl 2-dir də ədəd oxunda. Bu da eləyir 4pi, eləyir 2pi. Başa düşdünüzmü? Tam period hərəkət etmiş oluram. İndi burada indi, bax, 0-dan 2pi'ye, yəni sinusun bir tam periyodu oldu 2pi. T bərabərdir 2pi yazıram. Yəni bir tam periyodu 2pi'dir. Yəni ən kiçik müsbət dövrü misalları var. Ən kiçik müsbət dövrü neçə pi'dir? Yəni bu qaydaya uyğun gedən bir şeydir. Bəs bu necə olur dəyişir? Ümumi belə deyək də, bax, sinus x-in periyodu 2pi'dir. T bərabər 2pi'dir. Bəs müəllim ara sıra bizə sinus 2x-in periyodunu soruşur. Nəmə sinus tutalım ki 1/3 x-in periyodunu soruşur və bunları soruşur. Bunları necə tapacaq? Ümumi hal üçün belə bir düsturu yazıram. İndi onun da çəkib göstərəcəm sizə. Bax, sinus x yazmayıq. Sinus ax-in
tam periyodunu tapmaq üçün t bərabərdir 2 pi bölünsün modulda a olur. Yəni periyodda mənfi anlayışı yoxdur. Ona görə modulda yazmaq lazımdır. Yəni modulda yazmasa sualı səhv çıxacaq. Tutalım ki sinus mənfi 3'də 1 x'in tam periyodunu istəyirsə sən 2 pi'ni böldürsən modulda mənfi 3'də 1 olacaq 6 pi. Niyə 6 pi olur? Niyə 2 pi olmur? Məsələ orası nədir? O qrafikdən asılı. İndi qrafik kalkulatoru açıb göstərəcəm oradan. Yəni ümumi düsturumuz budur. Sinus AX formasında olan bir ifadənin periyodunu tapmaq üçün ən kiçik müsbət dövrünü tapmaq üçün 2 pi bölünsün modulda a-ya baxırıq. Yəni qiymətlər çoxluğunda tutalım ki sinus x-da da, sinus 2x-da da, sinus 3'də 1 x-da olsa qiymətlər çoxluğu üçün dəyişmirdi. Mənfi 1 1 idi. Amma periyod üçün sinus tutam ki 2x məsələn üstə gəlinsin 3. Bax burada 3 artıq periyoda təsir eləməyəcək. 3 qiymətlər çoxuna təsir eləyir. Amma periyoda təsir eləmir. Yəni bunun məsələn periyodun tapdısa və ya ən kiçik müsbət dövrünü tapdısa yazacaqsan belə. T bərabərdir 2 pi bölünsün 2 olacaq pi. Burada da ama sinus x modula düşəndə və yaxud da ki kvadrata yüksəldəndə periyod pi olur. 2 pi yox. Niyə pi olur? Səbəb budur bax. Elə bil ki artıq modula düşəndə və ya cüt dərəcə olanda periyod niyə 2 pi yox pi olur? Elə bil ki bax bu hissə artıq təzədən olmur. Bax bu hissə olmur. Bu hissə olmursa qrafik yenə də bu qaydada təkrarlanma yuxarı qalxırmı? Bəli. Artıq burada, yəni bu modula da aiddir, cüt dərəcəyə də aiddir. Artıq burada belə deyək ki, bu hissə həmin bu hissəni biz nəzərə almalıyıq. Bu hissədə artıq bax fikir ver, pi bölü 2, 3 pi bölü 2. 3 pi bölü 2'dən 2 nöqtə arasında məsafəni tapmaq üçün pi bölü 2'ni çıxsaq 2 pi bölü 2 qalar. Bu da eləyər pi. Görürsünüz, bax bu hissə artıq dövr pi olur. Aydın oldu. Ən kiçik müsbət dövrü hər pi'dən bir təkrarlayınca ki bu hissədə qalxır. Bu da pi olur və yaxud da bu aşağıda hissədə qalxır, pi olur. Yəni hər pi'dən bir təkrarlandığı üçün ona görə biz ən kiçik müsbət dövrün pi kimi götürürük burada. Modulda olanda da yəni bu qaydada olur. Modulda olan üçün də heç nə dəyişmir. Məsələn tutalım ki bizə verib sinus kvadrat x-in ən kiçik müsbət dövrü sən yazacaqsan t bərabərdir pi. Və yaxud da sinus kvadrat 2x-in məsələn burada kvadrat olmasaydı periyodun yazacaqdın ən kiçik müsbət dövrün periyodun yazacaqdın 2 pi böl 2. Düzdür, a əmsalına bölürdü. Yaxud da modulda yazılır müsbət olduğu üçün elə 2 yazdım. 2'lər getdi, pi qaldı. Amma bura kvadrat olanda artıq yuxarıya 2 pi yox, pi bölünsün 2 yazırsan. Pi bölünsün 2 yazırsan. Fikrim çatdı, yəni ki, a əmsalına bölürsən. Yəni modulda olanda cüt dərəcədə. Ümumi hal üçün belə yazmaq olar ki, yəni tək olanda heç nə dəyişmir. Cütdə və modulda dəyişir. Ümumi hal üçün belə yazıram ki, sinus tutalım ki 2n şəklində, ax şəklində ifadə verəndə periyod olur belə. 2 pi yox, pi bölünsün a. Yəni cüt, dərəcə cüt olanda və yaxud da ki modulda olanda periyod pi bölünsün modulda a şəklinə düşmüş olur. Məsələn, bir neçə nümunə baxaq buna, tutalım ki buna uyğun olaraq. Yəni çətin bir şey deyil. Tutalım ki sinus 5x-in periyodunu tapdıyız. 5x üstə gəlsin 6'nın periyodunu tapdıyır. Bax, gəl bunun belə eləyək. Həm qiymətlər çoxluğun, bir də sinus kvadrat 3x çıxılsın 3. Gəl bu iki misalın həm periyodunu araşdıraq, həm də təyin oblastına, qiymətlər çoxluğuna baxaq.
Bax, bu iki misalı verib. Bizdən soruşur tutan ki, qiymətlər çoxluğun. Qiymətlər çoxluğun deyirsə, bilirdik ki, bura -1 qoymalıyıq. Düzdür? Bəli. -1 qoyan kimi avtomatik 5x -1 üstə 6 gəlir, olur 5. 6 üstə 1 gəlir, olur 7. Qiymətlər çoxluğu oldu bu. Bunun qiymətlər çoxluğu 0, 1 qoyuruq. Çıxılsın 3. 0-dan -3 çıxanda -3, 1-dən 3 çıxanda nə eləyir? -2. -3, -2. Təyin oblasti mənfi sonsuz, müsbət sonsuzluqdur, onu bilirik. Bəs period. Sinus 5x-in periodu, sinus 5x-in periodu 5 olduğu üçün t bərabəri 2pi bölünsün 5 olur. Niyə 5-ə bölürsən? İndi onu qrafikdən göstərəcəm. 2pi böl 5 olur. Sinus kvadrat 3x olduğuna görə t bərabərdir. Bax, burada. Burada artıq, deməli, t bərabərdə olur. Pi bölünsün 3. Yəni, -3-ün perioda heç bir aidiyyatı yoxdur. -3 heç nə dəyişmir. Fikrim çatdı yəqin. İndi o kalkulyator açıb göstərəcəm sizə. Elə fikirləşin ki, bax, bu qrafik məsələn, tutalım ki, bu qrafik 2 dəfə sıxılmış olur. Məsələn, sinusun qrafikini burada ayrıca sizə çəkim göstərim. Bax, məsələn, qrafik belədir də. Bir dəqiqə. Aha. Bax, qrafik, məsələn, necə göstərim sizə? Tutalım ki, bax, qrafik, sinusun qrafikində bu formada idi də, düzdürmü? Belə idi də. O sinus x olanda qrafik belədirsə, sinus 2x olanda qrafik fikirləşin ki, 2 dəfə sıxılır. Bax, bu formada olur. Məsələn, 2 dəfə sıxılır. 5x olsa 5 dəfə sıxılır. Sonra, məsələn, sinus 2-də 1x olsa, elə bir ki, 2 dəfə daha da genişlənir. Qrafik biraz da açılır. İndi onu mən qrafik üzərindən göstərim. İndi qrafiki görəcəksiniz. Bir dəqiqə səbirli olun. Bax, yazıram məsələn. Funksiyadan sinus x-in qrafiki. Bax, sinus x-in grafikinə baxın. Koordinat başlanğıcdan başlamışıq. Pi böl 2-dir, pi-dir. 3pi böl 2-dir, -1 alır. 2pi-də 0 alır. Bu qaydada gedir. İndi mən buradan sinus x yox. Bax, buradan başlayıb da koordinat başlanğıcdan fikir verin. İndi sinus x yox, sinus 2x yazıram. Qrafikə fikir verin. 2 dəfə sıxılır, bax. Fikir ver. X olanda qrafik pi böl 2-dirsə, 2x olanda qrafik 2 dəfə sıxılır. Bax, görürsünüz, biri artıq harda alır? Pi böl 4-də alır. 2x olanda. Və yaxud da 0.5 məsələn x olsa, məsələn 0.5 x olsa, qrafik 2 dəfə genişlənir. Artıq biri pi-də alır. Aydın oldu da fikrim. Başa düşdünüzmü? Biri pi-də alır. Ona görə onun periodu artıq 2 dəfə genişlənmiş. Yəni 2 pi böl 2-də 1 4 pi qədər artmış olur. Period o formada davam edir. Bəs sinus kvadrat x-in, məsələn sinus kvadrat x-in qrafikinə baxsaq, görürsünüz, y-in aşağısı yoxdur. Bax, pi böl 2, pi, 3 pi böl 2. Yəni artıq perioda fikir versən 3 pi böl 2-dən pi böl 2-ni çıxsam, nə qalır? Pi qalır. Period pi-dən bir təkrarlanır. Yəni modula düşəndə də bu qaydada olur. Bunu təzədən mən durub, məsələn, x yox, 2x yazsam, yenə qrafik 2 dəfə sıxılmış olur. Fikrim aydın oldu yəqin ki. Başa düşdünüz? Məsələn, sizə belə bir misal verə bilərlər. Tutalım ki, bunu silək, buna heç ehtiyac yoxdur. Silinmədi.
Məsələn, sizə belə bir sual verə bilərlər. Tutalım ki, deyə bilər belə. Sinus 5x. Bax, 5x yazmayaq da, belə yazaq. X bərabərdir 0.8. Həll elə. Bu normalda, məsələn, tənliyin həll elə demək, çox vaxt tənliyin köklərinin sayını tap deyir. Burada tənliyin köklərinin sayını tap deyir. Məsələn, sən belə düşünürsən. 0.8-i harda ala bilər sinus? Məsələn, bunu 0.8 yoxdur da. Kök olaraq, yəni 0.8, məsələn, 0.5 2-də 1 olduğunu bilirsən, amma 0.8-i bilmirsən axı. Buraya y, buraya x. Bu y 0.8-i məsələn alsın burada. Bax, alsın burada. Tutalım ki, 1-ə yaxın bir ədəd olsun da, 0.8. Fikir ver. Burada ən çox sənə tənliyin köklərinin sayını tap deyir. Bax, məsələn, tənliyin neçə kökü var? 2 dənə kökü var. Düzdür? 2 kökü var. Hər hansı dərəcədə. Bu 0.8 oldu. Məsələn, 0.5 olsa, bilirsən ki, 0.5-də aşağı sürüşdürürük. Yəni, biraz 0.5 məsələn, 1.30 dərəcədə alır 0.5-i. 1 də alır neçə dərəcədə? 150 dərəcədə. 150 dərəcə buradan bura kimi götürülür. 150 dərəcədə alır 0.5-i. Düzdür? Yəni, 0.8 olanda, 0.8 olanda hər hansı bucaqda bir burada alır. Bir də digər tərəfdə alır. Bir alfa bucağında, bir də hər hansı bir beta bucağında alır da 0.8. Yəni tənliyin 2 kök olur. Fikrim çatdı.